Ha, çattık. Görürsünüz ne güzeldi. Jiguli darısı kaldı ben. Ağa Mirza. Ay Ağa Mirza. Konak istəyirsən? Gör kimləri getirmişəm. Ay sizi hoş gelmişsiniz, hemşe siz gelesiniz, ne ya? Tanış ol, Cabbar müəllim. Abituriyentin canı onun əlindədir. Çok güzel, Ağa Mirza. Bu da hörmətli Səttar müəllim. Hoş gelmişsiniz, Ağa Mirza. Bu da çox hörmətli Əli sahib Bu baştan deyim tez gelir. Bu da müəllimlərin son beşiği Fərman müəllim. Çok şahanım, Ağa Mirza. Olur da. Buyurun, Hiç sayın zəhmət çəkmə. Buralarda məclisdeydik. Birdən kələntər qayıtdı ki, bəs Ağa Mirzənin həmişə zapat çayı olur. İndiski. Həmişə gözüm üstə yerimiz var. Çox xahiş edirəm, buyurun. Buyurun. Yo, narahat olmayın. Yemişiyi de içmişiyi de. Siz bize sebepkarı gösterin. Sebepkarı? Sebepkar hanı görmürüz. Harada? Adil. Ana Adil. Ha, gəldim. Maşallah. Hardasan, gel çıx da. Reis. Ha, igid budur. Bəli. Pəhlivandır ki. Görək. Adil bala qəbul imtahanında Cabbar müəllim olacaq. O da ki, sənə heç ürəyi sıxma. Görək. Olur, görək. Yaxşı, nə dayanmışıq burada? Buyurun, keçin. Xahiş edirəm. Cabbar müəllim, buyurun. Sağ olun. Fərman müəllim. Təşəkkür edirəm. Səttar müəllim. Əl sahib. Ged arxayna. Bir igid canlı kebab qanlı. Cabbar müəllim həmişə ağac üçün sino gedir. Sağ olun. Buyurun bu qabırğa sizin. Bu ciyər də sizin. Sizə isə... Yox, əziyyət çəkməyin, mənim də öz yeməyim var. Ver onu bura görüm. Sağ ol. Bəs sən özün? Mən özüm Pərizdiyəm. Çox sağ olun. Kebab değil ki, mercundur, mercun. Çox da tərifləmə. Kələntə, bundan sonra mənim evim, sənin evin. Fərqi yoxdur. Nə qədər qonağın olsay, bax günün hər hansı bir vaxtı gəlmək istəsən düz bizim evə gəlirsən. Çox sağ olun. Gözüm üstə yerim. Böyük məmnuniyyətlə. Ancaq başa düşün ki, Jiguliyə bu qədər adamı yerləşdirmək olmur. Gərək kimdənsə xahiş eləyim, bagajnikdə gəlsin. Gəl, sən elə bunun özünü saraq bagajına, hə? Çünki kələntər elə oğul ki, dəyirmanın bu başından ölü salsan o biri başından diri çıxar. Saqqal düz deyir. Belə getsə hələ dartıb bizi də çıxaracaq. Sənin qonaqların balam pulunu balta kəsmir. Pulalarındır baş ağrısı mənim. Gündə qonaqlıq, gündə. Qudurdub pulaları. Balalarım da didərgin düşüblər həyət bacadan. Nuhbala səhər tezdən çıxır, axşama qədər qayıtmaq istəmir. Nailəni də qoymular əməli başlı imtihana hazırlaşır. Yazıq toplanda canını qoymağa yer tapmır. Lap dəli eləyib kebabını yiyonu. Deyirəm ay xeyransa, nə yaxşı ağa baba evdə azız tapılır. Görmür bu həngaməni. Az özün təqsirkarsan da. Buyurun. Rədd ol! Rədd ol! Yemirsən, rədd ol da! Rədd ol! Rədd ol deyirəm sənə! Ay mama, Nədir mənim ceyran balam? mən alma istəyirəm. Alma istəyirsən? Laf əcəb eləyirsən. Yox, sağ ol. Bəs niyə belə gəzirsən başı açıq? Hanı panaman? Ha, gün yandırıb səni. Sənə gül kimi panam almışam, hara qoyumsan? Ha? Aynı bəddədir. Aynı bəndədir. Get götür, belə gəzmə. Doğrudan deyəsən gün düşdü bura. Gəlin yerimizi değiş. Durun keçiyoruz. Cabbar müəllim, sən biraz yavaş. Deyirəm bu uşağın işi məni yaman narahat edir. Belə Ağa Mirzə, çörək kəsmişik. Ürəyini buz kimi saxla. Adilin tələbə bileti sənin cibindədir. bax, bu başqa məsələ. Arxayın elədin məni. Çox sağ ol. Çox sağ ol Cabbar. Bu da işdir. Uşaq da dərsim gəlib qonşuda hazırlayar. Az nə fərqi var? Sənin evin, mənim evim. Bu nə Ay, sözü sağ ol. danışırsan? Apa ver uşağı, acdı sərdən. Ağa bacı, soyducuda hər şey var. Götür ver, pendir, meyvə, nə istəyirsən?
İsti çörəkdir qızım. Bu saat təndirdən çıxıb bitkeyi. İstəmirəm ana. İştahım yoxdur. Ne istiyorsun axı? Yaxşı. Al ye. Ye. Yemirsən rədd ol da. Rədd ol. Yücüt. Yutum. Toplan, bu vaxtı burada nə edirsən? Nəcəb belə tez gəlmişsən? Deyəsən, darıxmısan mənim üçün, ha? Ha? Gözümə bir təhər dəyirsən, yaxın gəl görüm nə olub sənə, yaxın gəl. Ay, yaxşı, yaxşı, ged evə, ged. Bəs bizim o pəhlivanımız Adil hanı? Nədənsə gözümə dəymir. Adil? O da hazırlaşır orada. Ya, o sizin üzünüzü mütləq eləyəcək. Əlbəttə buna söz ola bilməz. Hə, Cabbar müəllim öz Lap yaxşı. Gedək görək necə hazırlaşır. Ha, gedək nə deyirəm? Gedək, gedək. Gəlin. Bəli. Ya, Tarix məsələsi necə olsun? Nə bilim, hələ bilmək olmaz. Bu da igid. Uşaq dərs oxumaqdan lap əldən Ora düşür. demişəm ki, ürəyinizi buz kimi saxlayın. Neynir burada görəsən? Ne inəyəcək? İmtihana hazırlaşır. Bəs bunları kim çəkir? Ferman, bura bax, bura bax. Yəqin sənsən. Bu da bunlar oxşayırsan bunlarla. Mənim başımda Türk var. Ver bura görüm. Səttar müəllim. Dur bax, sənsən. Sağ ol ya Adil. Sən əməlli başlı rəssamsanmış. Bunları indi çəkdin. Siz Allah bir baxın, Cabbar müəllimin özü ki var. İki daşın arasında necə oxşadı be? Oo, gör necə də oxşayır. Elə bir almadı bölünmüşsünüz. Cabbar müəllim, ha? Hə, lap özünüz. Verin mən də baxım. Bunun neyi mən oxşayır? Ver bura görüm. Kələndər düz deyir də, əsl rəssamdır. Əşi, yaxşı, bəs sən Allah eləməyin də. Rəssam, rəssama bir bax. Hala mən bunu üçün rək göbəyimi yeyirəm. Dəridən qabıqdan çıxıram. Bu rəngsazlıq eləyir mənim üçün. Rəssamlıq iddiasına düşüb. Ara, sənin kimi rəssamlar küçələrdə it döyür. Hamısı hazırdır gəlib mənim bazarımda kələm satsın. Bura bax. Bax, mən necə demişəm, elə də olmalıdır, bildin? Ürək demə, artıq əldən vermişəm. Ona çarə özün canan edəsən. Zəif ovam, saxla məni, öldürmə. Heç dəyərmi məni qurban edəsən? Göz tikmişəm dodağının şəhdinə. Göz tikmişəm dodağının şəhdinə. Ümid var ki, bir gün mehman edəsən. Bəlkə vurub ləblərinə möhrünü, nizamini bir Süleyman edəsən.